Hər birinizə salam. Kanalıma və videoma xoş gəlmisiniz. Videonun girişini çəkmək yadımdan çıxdığı üçün avtobusda video çəkdim ki, üstündən qeyd eləyərəm səsim. Deməli, bugün təbii yoldaşlarla birlikdə gəzməyə gedəcəyik. Biz deməli İçəri şəhər, sahil və Nəbatət bağında olduq bugün. İndi videoda da görəcəksiniz. Birinci metroya gedirik. Metrodan İçəri şəhərə gedirik. Orada uşaqlarla görüşürük. Ondan sonra uşaqlarla birlikdə sahilə gedəcəyik. Sonra da sahildə də biraz vaxt keçirdikdən sonra Nəbatət bağına gedirik. Xoş seyirlər. Dostlar, metroya səhməmişik. Fatimə sağ olsun. Bəli. Düşəcəyik, növbəti dayanacaqda başqa metroya minəcəyik. Bilmirəm səsim gəlir ya yox. Yəni mənim səsim deyil. Nəysə, xülasə səhməmişik də dəyişəcək. Səhv mindiyimiz üçün düşdük, indi o bir tərəfdən minirik. Yaxşı da yeri falan Culaye. Ləman. Anadolu'da yaklaşık. Merhaba arkadaşlar. Dəfa vloggerimiz. Tanıyırsınız bu bizi TikTok'ta. 13.000 takipçisi var. Biz oyun Kaç proje düşüyor? Allah, indi düz metroya minmiş olaraq. Vay. Sekiz mayda düşdük dostlar. İndi metro dəyişdirdik təzədən. Metro gördük yenə dostlar. Metro miniş. Ayağlar doldu. Her zaman böyle parçalardır. Dostlar, düşdük. Satdıq deyəsən. Evet. Gedirik. 100% eşidilmir səsim. Geldik. Ölmedik, başın burasına da geldik. Bəli dostlar, indi hal-hazırda İçəri şəhərə tərəfə gedirik. Bu da adam sayır, elə bil nə olur. Elə bil heç kim İçəri şəhəri gəlib tapa bilməyəcək. Girir-girir. Mən heç girməmişəm. Şəhərin girişini göstərim sizə dostlar. Bilinir ki. Çocuklar göstereceğim. Biraz dostlar. Dostlar, hiç göstereceğim size. Yakın görmem için dostlar. Qəbələ girəndə Qəbələ Azərbaycandan sonra xarici var. Ruslar. Dostlar, Ruslar.
Dostlar sahildəyik. Yol keçmək. Mənim də Ləman hiss elədi bizim yoxluğumuzu. Axır ki, aralarında kimsə... İndi Ləmanı da tərk elədilər. Ləman da qaldı ortalıqda. Belə dostlar. İndi görə Ləmanın yoxluğunu kim hiss eləyəcək? Şəqi çəkdirir. Vəfa. İkinci hiss eləyən Vəfa oldu. Arada məni itir vaxtları heç olmasa. Bəli dostlar. Bizi Kimə güvənəcəyimizi biz bildik. Güvənəcəyimizi. Sən. Bu Stalini çox xoşladım. Dostlar, bulvarda. Oranın hər yeri maksız. Heç. Satın alma edilir, bu qəşəng qoydum. Belə, mən nə çəkib, nə çəkib. Cem yemeyeceğim. Yok. Dostlar, atraksiyonlar olan yola geldik. Dostlar, geldik Park Star'dayız. Burada biletimiz. Gəldik. İndi keçirik minməyə. Əlimizdəkilər, üstümüzdəkilər hara qoyacaq biz? Kömək görsənəm. İndi bilmirəm videonun içində şəkil götürə biləcəmmi? Çünki belə çəkə bilmirəm. Gerçekten onu götürək. Bol nefes. Bol dua. Sen de dua.
Sadəcə demək atroksiyonun düşdüyü arxamızdakı parkdır. Parkimə gəlir. Gəldi. Deməli 4 manatıma çox O keyifli tərəfdə gəldi. 3 manat idi. Olmalı deyəcək. Çatdıq yemək yeyilən yerə. Gedir indi. Elə dostlar. Ətraf çəkəmirəm. İnsanların üzünü göstərmək istəmirəm. Sonra problem yaradanır. Ona görə belə gedirik. KFC-dən alacağıq deyəsən. Bilmirəm, indi səsim gəlir ya, yox. Belə çəkirəm. Olmaz üstündən belə eləyirəm. Dostlar, sifarişimizi verdik. Bəli, sifarişimizi verdik. Deməli, nə sifariş eləmişik? Cheeseburger komboydu. Elə 6 manat idi. İçində cheeseburger, kartofili balaca var. Bir də Coca-Cola Zero var. 300 ml. Vəfa və mən ikimiz də eyni setdən verdik. Belə, kartofili balaca, cheeseburger, bir də kola. İkimiz də Coca-Cola məlumat. İndi gələndə videonun təzdən çəkəcəm ki, göstərəcəm. Mən yeməkləri gözləyənə kimi Madodan dondurma aldım dedim. Videosunu çəkirəm, dondurmanı çox sevdiyim üçün burada çox çəkildi yiyirəm. Vəfaydan sevdik eləyib. Vəfanın xası bu vaxtlar dondurma yerində işləyibdi. Onu da eləyib, bizə gətirdi dondurmaları. Yenə söhbət elədik. Evet dostlar, çatdıq. Arkada çok şey. Buradan aşağı da var. Çatdıq. Mən çox var. Dostlar, nədir Crescent Mall edirəm biz deməli çıxdıq oradan, yeməyimiz falan yedik. Çıxdıq, mən marojnada yedim. Marojna, dondurma yox, marojna. Nəysə, yedik, çıxdıq. İndi gedirik metroya. Metroydan Nəbatədə gedəcək. Elmlərdə düşəcəklər. Mən bilən elmlərdə düşməliyik. Bu da Vəfa, mən Ayşə burada. Mən Vəfa, o da Ayşə. Bizim videomuzun sloganı. Neyse. Elimlerde değilsen düşəcəyik. Nəbatət bağına gidəcəyik. Kəplər orada. Dostlar, hal-hazırda metroya gedirik. Saçımı yürümüşəm arxadan. Şu Feyzin külə dağıdıq saçını sahildə. Neyse, gedirik. Saçımın bir de oradan çıxır. Belə. Turistlər boldu burada. Yəni Azərbaycandan çox turist gördük. Belə də. Gedirik hələ. Metroya inəcəyik, sonra gedəcəyik. Metroda çəkəcəm yeni, sağ ol. Aşağı düşürük, metrodayıq. Metroda aşağı düşürük. Hələ minməmişik metroya. Stasını yenə almışım, istilənirəm. Dostlar, biletimizi veribdilər, o tutmalıyıq. Batırıq mı, yoxsa saxlayıq? Dostlar, çatdıq Nəbatətə. Hamısı kimi. Burada Nəbatət bağındakı labirintdəydik. Labirintdən bir dəfə çıxdıq. Burası çox asan çıxdığımız üçün qayıtdıq. Buradan çıxdıq və eyni yerlədik. Sonra labirintdən çıxdıq, şəkil çəkilmə. Uşaqlar oturmağa yer axtardılar, şəkil çəkilməyə yer axtardılar. Neyse, onlar oturmağa yer tapdılar, sonra Vəfa deməkdir. Dostlar, gəzirik, falan çəkdik.
Onlar da indi buraya əlavə edəcəm. Mən şərqi çəkmək istəyirəm. Şimdi siz oturun, hamı otursun, bir nəfər gəlsin, mən şərqini çəksin. Dostlar, şəkil çəkdirdik və həmən Gülaya. Uşaqlar qabaqdan getdilər. İndi bilmirəm, bizi oradadılar. Döndülər. Bayaqdan bilmirəm, belə görünür. Yoxdur axı. Onda gəl düz get. Dəqiqə. Yoxdur gəl. Neysə da, onlar bizi axtarmırlar deyəsən, çünki bizə hesab gəlmiş. Yəni. İndi bilmirəm haradadır. Qoy zəng eləyək. Biz gəldik. Telefon kolik. Daha doğrusu mən dedim ki, bunlar dedi ki, çalmayayım. Dedim gəlmişkən ki, da gitarı özünə yükləndə. Al heç olmasa nəsə mənası olsun gitar gətirməyə. Cavidən yeni çalmağa başlamışdı. Bir dənə uşaq gəldi, gitardan oynamaq istədi. Cavidenlə bir yerdə gitar çaldılar biraz. Ondan sonra uşağın atası, uşağın eyni ağıldasın. Cavidenlə bir yerdə uşağı vardı. Ondan sonra bir dənə qoca xanım və bəy gəlmişdi. Caviden onların şərəfinə bir dənə musiqi çaldı, oxudu. Onun videosunu yerləşdirmişəm. İndi o videoya da baxın. Hansı mutlu? Hadi çalın yaxşı. O da artık bizim kəndə maksız var, bir kamera çəkək. Saraldı günlərin sonu sevgilim. Oldu sevgilim. Ondan güzel yar oldu. Kara gözler, kara gözler. Kara gözler, kara gözler. Kara gözler, kara gözler. Başımdan sen de olan kara gözler. Aldı eklimi başımdan. Sen de olan kara gözler. Dostlar, çıxırıq. Çox üşümüşəm. Yəni, sifətim vəbşə donur da. Neysə, bağdan çıxa bilirik, çox bir şey eləmədik. Eci gəzdik, çoxu şəkil çəkdirdim. Sonra Cavidən bir dənə maxını, bir dənə də yarım çıx maxını oxudu. Belə bir şey. İndi gözləyir uşaqlar gəlsinlər, komplekt alda gedək. Və həmən Gülaya çıxmışıq, hər zaman kimi üzrü gəzirik biz, triple şəkildə. Belə. Dostlar, gedirik. Çıxdı, axır ki bunlar da çıxa bildilər. Arxada çəkeyim. Nəbatətin qabağından gəlmişik Astanovkaya. Bir piyada yolda güncəlləmə eləyəcəm. İnşallah eləyəcəm. Belə daha gedirik hər şey. Dostlar, yeraltı keçiddəyik. Hələ metroya getməyə çalışırıq. Piyada gəldik, avtobusa minmədik. İndi gedirik keçiddən metroya gedəcəyik. Metroda bizdən 20 yanvarda düşüb 135, ekspresə deyəsən 135. Ekspresə minib Kristala gedəcəyik. Bilmirəm, indi yolda çəkə biləcəm. Telefonun zarifqası azdır. Əgər çəkə bilməsəm, evdə nə elədiyimizi danışacağım, nə tərcihəliyimizi. Gəldik, evə çatdıq. Deməli, 8-in 25 dəqiqə qalmışdı, səhv eləmirəmsə. Biz çatanda indi 8-ə 10 dəqiqə qalıbdı. Biz deməli, səhv eləmirəmsə, axırıncı səfər metroya gedəndə çəkmişdim video. Metroya girməmişdik da. Nəsə, biz deyən yarım saata falan metroya çatdıq. Nəbatətdən. O metroya mindik, ondan sonra gəldik, Memaracəmdə düşdük. Memaracəmdə 135-ə mindik. Gəldik, qaldığımız binanın qabağında düşdük. Sonra da evə gəldik. Belə, yəni belə günün özətini keçsəm, belə normal bir gün idi. Sadəcə olaraq getdiyimiz yerə çox idi deyə, biraz yorğun keçdi günümüz. Amma belə yəni yadda qalan əyləncəli gün oldu. İndi videoda görəcəksiniz, biz İçərişəhər, sahil, bir də Nəbatət bağına getdik. Belə, yəni 3 yer gəzdik. İçərişəhərdə çox gəzmədik, sadəcə yedik, şəkil elə, mən bir dənə şəkil, bir şəkil çəkdirdim. Ondan sonra düşdük sahilə.
Sahildə də birinci getdik, atraksiyona mindik, bir dənə Vikingə. Ondan sonra da Crescent Mall-a getdik. Orada da yemək falan yedik, düşdük Nəbatət bağına getməyə görə düşdük aşağı elə getdik. Bizi ən çox yoran elə o sahildə Crescent Mall-a gedib metroya qayıtmağa görə yollar oldu. Ondan sonra da Nəbatətdən çıxandan sonra piyada metroya qayıtdıq Elmlər Akademiyasına. Orada yorulduq. Nəysə, gün belə keçdi, maraqlı idi, əyləncəli idi. Çox yorulduq. Sabah da dərs var. Nəysə, videonun axırını çəkə bilməmişdim. 1% zəritkam qalmışdı. Evdən 88%-dən çıxmışdım. Marşrutda 1% zəritkam var idi. Onunla da danışdım Zeynəbdəkilərdən. Zəritkam qutardı. Ona görə videonun sonunu çəkə bilməmişdim. Gedim evdə çəkim. Nəysə, sağollaşaq. Növbəti vloglarda görüşərik. Hələlik.